Dünya muzeylərində türk hökmdarlarına məxsus olan müxtəlif eksponatlar nümayiş etdirilməkdədir. Lakin bunların içərisində ən varlı eksponatlar toplusu Böyük Bulqar xanı Kubratın qəbrindən tapılan eksponatlardır. Bu, Ukraynanın Poltava vilayətinin Pereşepino kəndində tapılmışdır. 1912-ci ildə bir kəndli tərəfindən oradan 8 kiloqramlıq qızıl güyüm aşkar edilmişdi ki, Şirvan ustaları tərəfindən məhz Kubrat xana hədiyyə göndərilmişdi. Lakin məmurlar gəlib ora çatana qədər artıq qəbir açılmış və burada 20-dən artıq fəhlə çalışırdı. Və həmin əşyaları sonradan talayan insanlardan toplamaq 1926-cı ilə qədər sürmüşdür. 500-ə yaxın əşya toplanmışdı ki, bunun 30 kiloqramı gümüş, qızıl, 50 kiloqramı isə gümüş əşyalardan ibarət idi. Bunlara Kubrat xanın qılıncı, müxtəlif qızıl piyalələr və eyni zamanda bayaq qeyd elədiyim kimi Şirvan ustalarının 7-ci əsrdə Kubrat xana göndərdikləri qızıl güyüm də daxil idi ki, 8 kiloqram ağırlığı vardı. Bir şey də qeyd edib ki, Kubrat xan 602-665-ci illərdə yaşamış və Böyük Bulqar dövlətinə hökmdarlıq etmişdi və öz sağlığı devrində onun adı döyüşlərdə və müharibələrdə əfsanəyə çevrilmişdi.